Salamlar hamıya. New English File Student Book and Workbook'dan növbəti dərsimiz The World's Friendliest City. Keçən dəfə müqayisəni öyrəndik dediyimiz kimi R ilə düzəlirdi. İndi isə S ilə düzələn üstünlük dərəcəsi sifətin friendliest, yəni daha üstün, daha yaxşı mənasını verir. Baxaq söhbətindən gedir. What are the three tests? Görək bu mətndə nə var? Do you think they are good ones? Sən fikirləşdə onlar hansı yaxşıdır? Mətni oxuduqdan sonra qərar verəcəyik. Which city, hansı şəhərdə you think sən fikirləşsən will be the friendliest, most unfriendliest? Daha dost, yəni ki, dost canlıdır, yoxsa dost deyil. Gəlin oxuyaq. Big cities, böyük şəhərlər often tez have for being rude, olur kobud, unfriendly, yəni dost olmur. Place for tourist, yəni turistlər nəzərdə tutur. Journalist Tim Moore, jurnalist Tim went to for istəyirdi 4 cities şəhərdə Roma, Paris and New York to find tapsın avatur düzgün. He went dressed, o istəyirdi geyimlər. As a foreign turist, yəni ki, xarici turist cities görsün. Hansı gedir şəhərdə Cosmopolitan inhabitants sərgəli. Birincidə the photo test. Birinci the photo testi soruşuldu. The photo test şəkil. Tim asked soruşdu people insanlara in the street küçədə to take not just one photo but several with his head it. Yəni şəkil yoxdur. Bir dənə də did o tapmaq istəyirdi find someone to do kimsə. İkinci shopping testi. Tim bought aldı something nəsə in a shopdan yəni mağazinə and qoşub assistant too much money və pul verdi. This assistant give back the extra money. Ona nə qədər qaytaracaq əlavə. The accident test. Üçüncüsü accident testi baş vermiş. Tim pretended a fall over in the street. Did anyone come? Deyir ki, onun köməyə, yəni ki, kim gəldi köməyə? New York'da baxaq. Bunların üçü həm New York, həm Paris, həm Romada. Gəlin baxaq nələr oldu. I asked an office work who was. Deyir o soruşdu ofis işçisindən kim ki was eating his sandwich, yirdi sandwich to take a photo. Şəklə baxaraq. Of course, əlbəttə, I will take your picture. Mən götürəcəm şəkil. Again, yenidən. So, again, əminliklə yenidən. No problem, problem yoxdur. Have a nice day, gözəl gündür. İndi gəlin baxaq. Shopping testi nədir? I bought and I love New York. Deyir, mən aldım. Mən sevirəm New York tişörtü və drinks from two different people. İçdim iki insanla. I gave mən verdim too much money onlara pul, çoxlu. But they both give. Onlar mənə qaytardı. Extra money, bax, əlavə pul. The accident-ə baxaq nə baş verdi. I fell over in the Central Park. Parkdaydı. I didn't have a wait more than 30 seconds. Gözləyirdi. O her dəqiqə, o her mən said, deyəm, mənim əzizim dedi oğlan. Is this your camera? Sənin kamerandır. I think it's broken. Mən onu itirmişəm. İndi Parisdə görək foto testdə nə oldu. I asked some gardeners to take some photo. Deyil, mən soruşdum bəzi yerlərə şəkil götürüblər. Flower güllərinin in front of qarşısında. They couldn't stop laughing when they saw my hat. Deyir, mən dayanmadım, güldüm. Nə vaxt ki, mən gördüm hət papağı. I bought, indi baxırıq testə. I bought, mən aldım some fruit in a greengrocer. Meyvə və mən verdim çoxlu a lot of coins, qəpiklər. Her car flew took the excess amount. Yəni o mənim qayğıma qalırdı. I feel over indi. I feel over in a camp evində idim. Bir dəqiqə keçməzdən əvvəl kimsə dedi, are you ok, sən yaxşısan? And he was
Skoç və o Skotyanlıydı. Roma baxırıq, Romaya. I asked a very rich woman sunglasses. Deməli, günəş şovu. She took a photo, o götürdü foto. My hat, o mənim papağım. Then we saw David sunglasses, then asked me to take photo of. I bought a copy the time from a newspaper seller near railway station. Deməlidir, mən aldım the time kopyasını, The Time qəzetinin kopyasını stadionda. It was 3 I give mən verdim mən 4 oğlana 4 dənə və o mənə any change qaytardı, dəyişdirib qaytardı. When I feel over, deyinə vaxt ki, mən hiss etdim about 8 people immediately hurried, qışqırır to help me, mən kömək etdim. İndi baxaq, read about what happened in New York, Paris, Rome. Burada nələr baş verir, baxaq. Which city do you think was the friendliest in the photo test? Dostcasına foto test olan haraydı? Biz oxuduq oranı. Böyük şəhərlər idi, oxuduq 4 dənə, 4 cities. In which city did he take a photo to? Həmçinin bir şəkil götürürdü. Biz onu harda oxuduq, take photo. Baxın, Parisdə yazılıb ki, to take some photo, bəzi şəkillər götürdü. In the shopping test, where didn't he get right change? Dəyişdi, axırıncı oxuduq elə. Romada change, baxın, change yazılıb. We did buy a souvenir. Shop, harda oxuduq biz? Burada da shop, accident testdə görək hansını deyir və longest yazılan görək hansı idi? Burada gözləmişdə axı vaxt var, ona görə New York. Daha sonra in which where people most helpful, yardımsevər Romada axırda deyir ki, help me. Baxın, bu da bu. Hamısını oxuduq. Keçək Londona. Londonda nə yazılıb? The photo test. Who did he ask first? Londonu biz oxumamışıq. Burada səsli deyil, listeningdə. Bizdə yoxdur deyə bilmirik. Deyir ki, kim birinci dedi? What did the man say? Oğlan nə dedi? Who did he ask next? Daha sonra oğlan nə dedi? What happened? Nə baş verdi? Səsə qulaq asanda bu sualları soruşur. Tərcüməsini bilək ki, cavab verə bilər. What did he buy? Nə aldı və ya hara? Deməli, shopping testdə isə deyir ki, how much was it? Qiyməti və necə dəyişir? Change. Where did you accident testini soruşur. Deyir kömək etdi və oğlan nə dedi? İndi baxırıq qramma. Superlative ever present perfect, yəni ki, indiki bitmiş zamandır. Cross form in these questions. Which city was the friendlier, yoxsa friendliest of the four olacaq? Which of həm üstünlükdə, həm müqayisədə işlənə bilir. Əgər ikisindən biri mənasını verirsə, bu zaman müqayisədə olur. Yəni ikisindən birini soruşduğu üçün müqayisə etmiş olur. Burada isə which city was the friendliest of the four olacaq. İkincidə which city was the, baxın, uzun söz olduğu üçün the most unfriendly. Yəni unfriendliest yox, the most unfriendly. Çünki söz burada artıq uzandı. Sonra what's the friendliest place you have ever been olur. Hər zaman to. Daha sonra vocabulary friendly, dost, rude, kobud, noisy, səsküylü, boring, darıxdırıcı. Bunlar sifətlərdir. Burada partner etməli bir dərs var. Compare, choose 5 questions and ask a partner. Məsələn, the unfriendly, the most unfriendly, sonra beautiful, the most beautiful, ugly, görsüz balacadır, ugliest olacaq, yəni most olmur, most expensive olacaq, the most polluted, the most exciting, most exciting, dangerous, the most dangerous, noisy, noisiest olacaq. Çünki qısa sözdür gördüyünüz kimi. Deyir ki, harda nə?
Baxırıq bura. Production versus deməli, baxırıq bu sözlərin. It is the most polluted city. Şəhər çirklənmişdi. I ever been to. He is the most impatient deyir. O çox səbirli insan idi. I have ever met. Biz hər dəfə görüşürdük. This is most comfortable. Comfortable rahat oteldir. Rahat mənasını verir. I ever stayed at deyir. Biz qalırıq. It's the most interesting maraqlı kitab idi. The expensive dedi bahalı, most expensive çox bahalı, most beautiful çox gözəl. İndi burada yenə sizə qulaq asıb yazmalıyım. Bunların adlarını səsə qulaq asıb yazırıq. Workbook-a keçirik. Workbook-da baxaq sözlərə. Complex sentence with superlative. Bu arada üstünlük dərəcəsi superlative deməkdir. Cheap, ucuz, dangerous, təhlükəli, boring, darıxdırıcı, polluted, çirklənmiş, far, uzaq, bad, pis, impatient, təbilli, easy, asan. Görək indi buradakı tərcümələr sizə hansı sözü qoymalıyıq? People wear masks in the streets because it is here most polluted. Deyir, maska taxmışdı çünki həyat çirkli idi. She is the boşluq person. O deyir necə şəxs idi ki, I know biz bilirdik. O nifrət edir. Waiting for anything. Gözləməyə. Bu artıq səbirsiz biri olar da. Impatient də səbirli deməkdir. Gəlin baxaq o birisinin sözlərə. 30 kilometers is here. Boşluq I have ever walked in one day. Deyir biz gəzirdik bir gün. Təhlükəli ola bilər. Dangerous. The shop is really expensive. Bu çox bahadır. Amma məsələn bu çox ucuzdur, çip ola bilər. The exercise is the. Məsələn gəlin baxaq. Deyir ki, the was the boşluq film. Film boringdir ki, çünki o deyir ki, biz yoxlayırdıq. Boring getdi. İndi baxırıq. It's the boşluq road in the country. Şəhər necə idi ki, hani sən accident-dir, hər dəfə hadisə baş verirdi. Təhlükəli olar da, dangerous. Sonra burada I never want deyir, ovaya çox getmirdi restorana yenidən. I had getmirdisə o cheap, ucuz for uzaq qalırdı da. Sonra the exercise is the burada qalmışdı. Burada da bir dənə qalan boring oldu ki, yox boring dedik. Bad oldu. Pis idi ki o 5 dəqiqə ərzində həll etdim. B-yə baxaq. It is the bəziyə yoxsa bəzisi olacaq. Ever varsa hər zaman bəzisi üstünlük olur və məsələ deməkdir. 2-yə baxırıq. There are so many. Yox, burada yoxdur. The river is there. Ever varsa dirtist olacaq. Tərcüməyə heç ehtiyac yoxdur. Elə promosiyada bax. More expensive yoxsa the most expensive. Baxaq görək burada nə zəm varsa əlbəttə ki, müqayisə more expensive olacaq. Deməli bəzi sözlər var ki, onlar yarısı adiyə, yarısı müqayisə, yarısı üstünlüyə aiddir ki, biz o sözləri harda görsək bilməliyik ki, həmin dərəcələrdir. Bir qayda olaraq var. Sonra noisy səs-küylü. Evet, noisy olacaq. Slower, sən slower olur. Right sentence with ever. Evet, üstünlük. I dear heard person. O kobud insandır. I met. Ben görüştüm. He is the rudest. Bir o kobud şəxsdir. I have ever met. Baxın cümləni tamamladı. Ever-ni qoyub üstünlük dərəcəsini çevirdi bu adi cümləni. İndi gəlin biz də çevirək. Deyir ki, this exciting book I read. Deməli, burada biz qoyuruq this. The most exciting book I have ever read. Görürsünüz, nümunəyə uyğun qururuq elə. Sadəcə sözləri dəyişirik. Baxaq yenə bax. It the most beautiful. Bilirik ki, sifət olan beautiful. Ondan əvvəl qoymalıyıq. Building we have ever seen. Bu da məsələn qalanlar da onun kimi Z.
Funniest, çünkü kısa sözdür. Funniest joke you have ever tell. It the most beautiful photograph I have ever take. That's the most stupid thing I have ever do. That's the most delicious meal she has ever make. This the good kökündən dəyişərək best olur. Yəni the best poems he has ever write. Baxırıq bu səhifəyə. Burada nə deyir? Complex sentences. More interesting, boring'in əksi. Patient, impatient, səbirsiz. New York is very dangerous, calm, sakit. Tokyo is extremely quiet, sakit, noisy, səsküylü. Polite, deyir ki, the shop əslində was very rude, kobud. Polite, intisamlıdır, rude da kobud əksi. The subway in the New York is very empty, boş, claim dolu. Əksini qoyduqda Los Angeles is very clean, popular, sakit, əksi popular. Some of the buildings in the center are old, köhnə deməkdir. Modern da yeni. Qoyduq. Çünki baş hərflər verilib, ona uyğun tapırıq. Məsələn, young da qoya bilərdik, amma o ilə başladığımız üçün modern qoyduq. İndi an, im. Bunlar sözləri, məsələn, sifətlər var ki, onların əvvəlinə, yəni bunlar prefiksli söz önləridir və bu çəkilişləri sözlərin sifətlərin əvvəlinə artırıldıqda artıq o öz mənasını dəyişir və əksinə çevirir. Məsələn, health sağlamlıqdır. Unhealthy sağlam olmamaq. Possible mümkündür, impossible mümkünsüz. Comfortable rahatdır. Uncomfortable narahat. Friendly dostdur, unfriendly, yəni ki, dostluq etməməkdə əksi. Polite səliqəlidir, unemployed səliqəsiz. Happy xoşbəxt, unhappy xoşbəxt olmayan. Tid səliqəli, antid səliqəsiz. Patient səbirli, impatient səbirsiz. Boring deməlidir darıxdırıcı. Dirty çirkli. Further t-shirt, tişört köynək. Bot bayın keçmiş zaman forması almaq. Worse pis bədin dərəcəsi. Cold soyuq. Old yaşlı. World dünya. More çox. Of course əlbəttə. Rome da Roma. İndi bura baxırıq. Unfriendly. Bunları dedik təzədən tərcümələri də deməyim. Bir dənə honest ümidli, dishonest ümidsiz. Burada da demişəm hamısını məncə. Bir accident hadisə demişəm. Change dəyişmək. Başqa nə idi? Find tapmaq. Several bir neçə. Of course əlbəttə. Too much çox. Reputation reputasiya. Gringoris da bilirik ki vətənəvəz. Gardener də gözətçi. İndi baxırıq questions time-a, sual cavabı. What's the best restaurant you ever eaten in? Deyir ki, sən ən üstün gördüyün restoran hansıdır? The most comfortable, ən rahat otel sən qalırsan harda? What's the worst film? Deyir, ən worst film you ever seen? Sən ən izlədiyin üstün film hansıdır? Və ən soyuq coldest place hansıdır? Noisy city, ən səs-küylü şəhər. Səyahət etdiyim visit hansıdır? İndi deyir, can you remember, görək sən xatırlayırsan. Are you boşluq out tonight? Yes to the cinema. Burada yerinə nə qoymalıyıq sual verəndə? Are you? Gəlin qısa verilən təkrara baxaq. Boşluqların yerinə sözlər qoymalıyıq. Complete each gap with one word. Bir söz. Are you boşluq out tonight? Cavab yes to the cinema deyir. Sən bugün boş vaxtında nə edirsən? Gedirsən bugün boş vaxtında. Yes to the cinema. Sinemaya free olacağına görə. İkinci nədir? I don't think it boşluq. Snow this Christmas. Deyir, sən fikirləşirsən bu Christmasda bu qar this olacaq. Üçüncüdə I promise, I boşluq tell you secret. Əgər secretdirsə biz burada inkar qoymalıyıq. Won't deyənməli, yəni heç kimə. Your sister smoke da bilirik ki, köməkçi feillə başlayır suallar. Do you sister smoke? Həmçinin burada da do
She even meet your parents. Don't come in. Gəlmirəm. I have just cleaned them. Ay, the floor, yəni indiki bitmişdi, aiddir. Ona görə have olur. Your computer isn't. Baxın, burada as var. Digər tərəfdə deməli as past as olur. Axırda isə sim varsa burada da ev olmalıdır. Heç cümləyə baxmamış. I have ever seen.